Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Yenavaz.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti məlumat yayıb. Stat: Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat istintaq tədbirləri həyata keçirilir. Əldə olunmuş məlumatlara əsasən ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olub, itkin düşüb və ya yaralanıb. Bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsdiq edilib. Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldənizoğlu, 1993-cü il təvəllüdlü Hüseynov Fariz Familoğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnuroğlu və Mirhəşimli Murov Həsənoğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarət altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir. Statın sonu.